Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Əvvəla təşəkkür edirəm qardaşlara mənə dəvət elədiyinizə görə. Allah qəbul etsin bizdən ibadətlərimizi, orucumuzu. Allah razı olsun bu məclisi təşkil edən qardaşlardan. Allah mallarına bərəkət versin. Elhamdülillah bugün 26. günü tamamladık. Orucun 26. gününü tamamladık ve artık 27. geceye geçtik. Ve 27. gece de tek gecelerdendir. Ve hemçinin Qədir gecesinin ihtimal olunduğu, en çok ihtimal olunduğu gecelerden biridir. Yani Qədir gecesi 27. gece daha çok ihtimal olunan gecelerden biridir. Necə ki Peygamberimiz sallallahu aleyhi ve sellem bildirmiştir ki Qədir geceleri Ramazanın son 10 gecelerindedir ve son 10 gecelerin tek gecelerinde daha çok ihtimal var. Ve hatta bir hadiste gelir ki son 7 geceleri. Son 7 gecelerdendir. Ve hadislere baxsaq ümumiyyətlə Qədir geceleri barədə hadislere baxsaq, bəzi hədislərdə 21. gece olduğu bildirilir. Bəzi gecelerde 23, 25, lakin 27 daha çoxdur. Yəni 27. gece barədə daha səhih rəvayətlər var. Necə ki Ubey ibn Ka'b'dən gəlir və həmçinin Əbu Hüreyrə hədisində gəlir. Lakin yenə də heç kim qəti şəkildə deyə bilməz. Qədir geceleri son 10 gecedədir. Son 10 gecelerin hamısını ibadətlə və itaətlə keçirmək lazımdır. Eğer 10 geceler hamısını ibadətlə, itaətlə keçirsən, yəqin 100% Qədir gecəsindən düşmüş sayılırsan. Necə ki, məsələn, bir xəzinədir. Bu xəzinənin 10 dənə açarı var, məsələn. Və sənə deyirlər ki, bu açarlardan biri uyğun gəlir bu xəzinəyə. Neynəyərsən, hansını götürərsən? Onu da götürərsən ki, bilərsən ki, 100% artıq mən o xəzinəyə açmışam. Həmçinin Qədir gecələri də belədir. Və həmçinin biz Ramazanın son gecələrini yaşayırıq. Yəni artıq 27. gecə, 28, 29, 30, 3 gün qalır. 3 gün, 3 gecə. Düzdürmü? Və Ramazanı biz başa vurduq. Və özümüz də görürük ki, hiss edirik ki, necə tez gəlib keçdi. Çox tez gəlib keçdi. Ramazanın əksər günləri arxada qaldı. Lakin yenə də hələ bitməyib. Yenə də hələ bitməyib. Son gecə günləri qalıb və necə ki alimlər deyirlər, əl-əməl bil-xavatim, yəni əməllər sonuna görədir. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də hədislərdə gəlir ki, Ramazanın son 10 gecəsi gələndə daha çox çalışardı, daha çox ibadət edərdi. Və hələ Ramazan bitməyib, hələ mübarək aylardayıq. Və kim Ramazanın əvvəlini naqisliklərlə başlayıbsa, yəni müəyyən naqisliklərə, səhlənkarlıqlara yol veribsə, çox gözəl fürsətdir ki, son gecələrini ibadətlə keçirib, yəni bu 3 günü ibadətlə və 3 gecəni ibadətlə keçirib, Allahdan bağışlanma diləyib və Ramazanı gözəl şəkildə başa vurmaq. Yəni əsas başa vurmaq, gözəl şəkildə başa vurmaqdır. Və bu son günlərdə bizim üzərimizə düşən nədir? İbadəti, itaəti artırmaq, çoxaltmaq və həmçinin Allahdan bağışlanma diləmək. Tövbəni, istiğfarı çoxaltmaq. Çünki biz baxsaq görərik ki, bir çox ibadətlərin sonunda istiğfar gəlir. Allahdan bağışlanma diləmək. Məsələn, namazdan sonra 3 dəfə deyirik, əstəğfirullah, əstəğfirullah, əstəğfirullah. Allahdan bağışlanma deyirik. Nəyə görə? Çünki namazda baş verən nöqsanlara görə. Və həmçində həcdə məsələn, Allah da buyurur ki, وَإِذَا أَفَضْتُمْ
min arafatin fəzkurullah indəl məş'əril haram. Və yaxud başqa bir ayədə gəlir ki, deyir və izə qadaytum mənəsikəkum fəstəğfirullah. Və izə qadaytum mənəsikəkum, yəni həcc əhkamlarını yerinə yetirdikdən sonra Allahdan bağışlanma diləyin. Niyə görə? Çünki ibadətlərdə sözsüz ki, hamımızda baş verir. Heç kim deyə bilməz ki, mən Ramazanın əvvəlki, yəni Ramazanı Allah Taala'ya layiqli şəkildə keçirdim. Yəni Allah Taala'ya layiqli şəkildə biz keçirə bilmədik. Hər bir insanın özünə görə bir boşluqları oldu. İstər-istəməz baxırsan, danışırsan, qeybətə gedir, çıxır söz, qeybət etmiş oluruq. Və yaxud gözümüz harasa sataşa bilər və s. Və yaxud hansısa bir əyləncə ilə də keçirə bilər. Bilirsən, insan başı qarışır. Ona görə də Ramazanın son günləri çox gözəl fürsətdir ki, əvvəl etdiyimiz bu naqisliklərə görə Allahdan bağışlanma diləyək. Yəni bu günləri istiğfarla, çoxlu istiğfar, Allahdan bağışlanma diləməklə başa vuraq. Və həmçində gözəl şəkildə, yəni Ramazanı gözəl şəkildə başa vuraq. İbadətlə başa vuraq. Hələ fürsət qabaqdadır. Yəni hələ də mübarək günlərdəyik. Əksinə ən mübarək günlərdəyik. Halbuki Qədir gecələri ehtimal olunan gecələridir. Və Qədir gecəsi də 1000 aydan üstündür. Hələ biz bilmirik. Bəlkə bu gecədir Qədir gecəsi. Ola bilər bu gecədir. Və nə etmək lazımdır? İbadəti artırmaq lazımdır. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə edirdi? Qədir gecələrində oyaq qalırdı. Yəni yatmırdı. Və ailəsini də oyadırdı, durğuzurdu. Əhyə leyləhu, yəni əhyə etmək, yəni ihya gecələrə deyirlər, düzdürmü? Əhya etmək, yəni həyat sözündəndir. Yəni bu gecələri canlandırmaq deməkdir. Yəni canlandırmaq necə canlandıra bilərsən? Yəni tək oyaq qalmaqla deyil. Məsələn, insan var deyir ki, mən oyaq qalmış, amma baxsan, soruşsan çox az ibadət edib, ancaq oyaq qalıb. Əsas oyaq qalmaq deyil, əsas oyaq qalıb ibadətlə keçirməkdir. Yaxşı, ibadət də nədir? Həm namazdan, namaz qıla bilərsən. Çox sayı, yəni saysız, say yoxdur. İstənilən qədər 2 rükət namaz qıla bilərsən. Sonda 1 rükətlə tamamlayarsan. Həmçinin Quran oxuya bilərsən. Kim ki, Quran oxuya bilir, ərəbcəsini, oxuya bilməyən azərbaycancasını. Həmçinin Quran ayələrini tədəbbür etmək. Quran ayələrini oxuyub tədəbbür etmək. Həmçinin dua eləmək. Yəni, dua etmək də özü ibadətdir və ən gözəl ibadətlərdən biri, xüsusən bu aylarda. Və fikir versək, əgər biz Quranda fikir versək, Allah Teala buyurur ki, وَإِذَا سَأَلَكَ عِبَادِ عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَنِ. Qullarım mənim barəmdə səndən soruşsalar, mən onlara yaxınam. Qullarım mənim barəmdə səndən soruşsalar, mən onlara yaxınam. Fikir verin. Burada Allah Teala demədi ki, de onlara, mən onlara yaxınam. Özü cavab verdi birbaşa. Yəni, bir çox ayələrdə Allah Teala buyurur ki, məsələn, وَيَسْأَلُونَكَ عَنِ الْمَحِيدِ Məsələn, قُلْ هُوَ əzən. Səndən, məsələn, bu şey barədə soruşurlar, de ki, bu belədir. Məsələn, Allah Teala buyurur, Quranda bir çox ayələr var. Səndən bu şey barədə soruşurlar, de. Bu şey barədə soruşurlar, de. Amma dua barədə Allah Teala özü cavab verdi. Heç demədi, de. Dedi, qullarım mənim barəmdə səndən soruşsalar, mən onlara yaxınam. Özü cavab verdi Allah Teala. Demədi, de, mən onlara yaxınam. Birbaşa dedi ki, فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَنِ. Dua edənin duasını qəbul edərəm. Bu ayə, qardaşlar, fikir versək Bəqərə surəsində məhz Ramazan orucu ilə əlaqəli ayələrin ortasında yerləşir. Yəni, ayə başlayır, Allah Teala buyurur ki, ey iman gətirənlər, sizdən əvvəlkilərə oruc vacib olduğu kimi sizə də vacib oldu. Və sonra Allah Teala bu ayəni, ondan sonra başqa bir ayə, Ramazan ayı barədə, sonra bu ayə gəlir və sonra yenə Ramazan barədə ayə gəlir. Uhillə ləkum leylətəs siyəmin rafəsu ilə nisəyikum. Ramazan gecəsi barədə.
Yəni alimlər buradan götürürlər ki, yəni bu dua ayənin, yəni Ramazanla əlaqəli ayələrin ortasında gəlməsi o deməkdir ki, duanın Ramazan ayında xüsusi yeri var. Oruclu üçün, xüsusən də oruclu üçün. Fərq eləməz, axşam, səhər. Duanın xüsusi yeri var. Və ona görə Qədr gecələri edilən ən böyük ibadətlərdən biri də duadır. Duanı həm siz namazda edə bilərsiniz, namazda səcdədə edə bilərsiniz, həm belə əli açıb dua edə bilərsən. Yəni hər bir halda, yəni dua Allah Taala duanı cavabsız qoymur. Fə inni qarib ucibu da'vətəl da'i izə da'an. Dua edənin duasını qəbul edərəm. Necə qəbul edər? Hədisdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bizə buyurur ki, Allah Taala dua edənin duasını cavabsız qoymur. Ya əgər xeyirlidirsə sən etdiyin duanı sənə verir, yəni istəyini sənə verir, əgər xeyirlidirsə sənin üçün. Çünki sən onun xeyirli olub olmamağını bilmirsən, amma Allah Taala bilir ki, bu sənin üçün xeyirlidir yoxsa yox. Ya onu savab olaraq, savab kimi axirətə saxlayır, qiyamət günü savab kimi verəcək sənə bunun mükafatını. Ya da etdiyin dualar qədər Allah Taala səndən müsibəti uzaqlaşdırır, bəlaları uzaqlaşdırır. Ona görə də heç bir halda dua cavabsız qalmır. Çünki bəziləri deyir ki, mən dua etdim, duam qəbul olmadı. Dua qəbul olmamaq söhbəti yoxdur. Dua hər bir halda qəbul olur. Sadəcə qəbul necə olur? Ya Allah istədiyini verir sənə, ya savab yazır sənə. Çünki dua edən insan da ibadət etmiş sayılır. İbadətdir. Və ya Allah Taala sənə etdiyin dualar qədər müsibətləri uzaqlaşdırır. Ona görə də dua, xüsusən bu gecələrdə edilən ən böyük ibadətlərdən biridir. Həmçinin Ramazanın sonu yaxınlaşır. Bizim üzərimizə düşən əməllərdən biri də özümüzü hesaba çəkməkdir. Nəfsimizi hesaba çəkək. Necə ki, nəfsi hesaba çəkmək nə deməkdir? Yəni, insan bir oturub araşdırmalıdır, baxmalıdır. Necə ki, tacirlər, məsələn, hər mövsümün axırında böyük bir ticarət bir mövsüm başlayır, məsələn. Mövsüm bitənə yaxın otururlar, araşdırırlar, nə satmışam, nə qazanmışam, nəyi edə bilərəm, daha yaxşı edə bilərəm. Və insan da belədir. Ona görə də alimlər buyururlar ki, yəni insan öz şərikini, yəni necə ki, ticarətdə öz şərikini hesaba çəkdiyindən daha şiddətli öz nəfsini hesaba çəkməlidir. Və xüsusən də belə mövsümlərdə, yəni ibadət mövsümləri. Yəni biz böyük bir ibadət mövsümünü başa vururuq. Və insan gərək özü oturub araşdırmalıdır ki, mən hansı boşluqları buraxdım, hansı əməlləri edə bilərdim, etmədim. Hansı günahları etdim, ondan tövbə edim, daha eləməyim. Çünki qiyamət günü insan peşman olacaq. Hər bir insan peşman olacaq. Günah edən insan nəyə görə peşman olacaq ki, niyə bu günahı elədim, günahlar elədim. Amma günah etməyən, savab iş görən insan isə niyə peşman olacaq? Niyə mən çox etmədim, çox edə bilərdim, artıq edə bilərdim. Ona görə bu Ramazanın sonu insan gərək özünlə bir hesaba çəksin. Bu Ramazandan mən nə götürdüm, mənim nə irəliləyişlərim oldu, hansı ibadəti öyrəndim, bilmirdim. Məsələn, Quran oxumağı, məsələn, elə qardaşlar var, hələ də ərəbcə Quran oxuya bilmirlər. Çox gözəl fürsət idi, öyrənə bilərdilər. Və yaxud hansı duanı əzbə öyrəndim, hansı bir elmim artdı, hansı bir ibadətim artdı. Yəni, insan əslində hər bu ibadət mövsümləri keçdikcə insanda bir artım olmalıdır. İmanda artım olmalıdır. İbadətlərində artım olmalıdır. Qəlbinə təsir eləməlidir. Çünki ibadətlərin buyurulmasında əsas məqsəd qəlbə təsir etməsidir. Əgər ibadət qəlbə təsir etmirsə, demək ki, orada bir xələl var. İbadət qəlbə təsir etməlidir. Necə ki, oruc Allah buyurur ki, لَعَلَّكُمْ تَتَّقُونَ. Bəlkə Allahdan qorxasınız, yəni sizin qorxunuz artar, Allah qorxunuz artar. Və insan hansısa bir günahlar edirdin, bu günahlardan tövbə etdinmi, yoxsa yenə həmin günahları davam edirsən?
insan gərək bir özünü neyləsin, hesaba çəksin Ramazanın son günləri. Bayaq qeyd elədiyim kimi, yenə də Ramazan hələ bitməyib, hələ mübarək aylardayıq. Hələ də Allah Taala necə ki hədisdə gəlir, Ramazanın hər gecəsi oddan azad elədiyi qulları var. Yenə də deməli həmin gecələri biz yaşayırıq. Qədir gecələrinin ehtimal olunan gecələri yaşayırıq. 1000 aydaq daha xeyirlidir. Yəni çalışaq, ilk növbədə nəsihət özümə, sonra qardaşlarıma bu Ramazan mövsümünü gözəl şəkildə başa vuraq. Gözəl şəkildə ibadətlə, itaətlə çalışmaqla, ibadətlərimizi artırmaqla. Və nə üçün? Çünki gözəl şəkildə başa vuraq. Çünki ola bilər ki, Allah bilir, bəlkə sonuncu Ramazanımızdır. Bəlkə gələn Ramazana biz yetişməyəcəyik. Necə ki, şahidi oluruq. Bəzi qardaşlarımız keçən Ramazan bizimlədir. Bu Ramazan yoxdular. Vəfat ediblər. Ölüm haqlayıb onları. Və həmçinin biz özümüz də bilmirik, biz gələn Ramazana yetişəcəyik, onu biz deyə bilmərik. Nə eləməliyik? Demək, çalışmaq lazımdır ki, sanki son Ramazanımızdır deyən vidalaşırıq. Yəni, vidalaşmaq lazımdır. Hətta sələflərdən elə insanlar olub ki, onların tərcümeyi halında gəlir ki, deyir, əgər onlara desəydilər ki, sabah öləcəksən, əməllərində heç bir şey artırmazdı. Yəni, artırası bir şey olmazdı. Yəni, belə insanlar olub. Yəni, bu dəqiqə bizə desələr ki, məsələn, bir həftədən sonra vəfat edəcəksən, çox şey artırardı ibadətlərimizdə, həyatımızda, düzdürmü? Amma elə insanlar olub ki, sələflərdən deyir, onlara deyəndə ki, onlara gəlib desəydin ki, sabah öləcəksən, heç nə yox idi artırmağa. Amma bizim isə bu gün artırası çox ibadətlərimiz var. Düzdürmü? Ona görə də, qardaşlar, çalışaq Ramazanı gözəl şəkildə vurmağa, başa vuraq, ibadətlə, itaətlə, istiğfarla və Allah Taala Peyğəmbər sallallahu nə deyir? Deyir, burnu yerlə sürünsün o adamın ki, Ramazana yetişdi və sonda bağışlanmadı. Yəni, burnu yerlə sürünsün, yəni ziyana uğradı. Ziyana uğradı o insan ki, Ramazana yetişdi, lakin bağışlanmadı. O yüzden Allah bizi bağışlanan qullarından etsin deyə ibadətlərimizi çoxaltmaq, istiğfarı çoxaltmaq lazımdır. Allahdan istəyirəm ki, Allah bizi eşidib faydalanlardan etsin. Allah Taala ibadətlərimizi qəbul etsin. Allah Taala bizi Qədir gecəni ibadətlə, itaətlə keçirən qullarından etsin və bizi cənnətdə cəm eləsin. Və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və ashabihi ecmaîn. Allah razı olsun. Allah razı olsun.